Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Bildiyiniz kimi bugün ikinci qrupa hazırlaşan abituriyentlər üçün birinci cəhd imtahanı oldu və bu imtahanda istifadə edilən sualların izahını, C variantının suallarının izahını sizlərlə paylaşıram. Vaxt itirmədən başlayaq sualların izahına. 31-ci sualda qeyd olunur ki, dünya okeanına çay və ya kanal vasitəsilə çıxışı mövcud olan deməli, gölləri müəyyən edin. Baxırıq, A variantda Eyrə, Aral. Baxın, məsəl üçün, Aral gölünün çıxışı yoxdur okeana heç bir çay və kanal vasitəsilə. B-yə baxırıq, Eyr, Onega, Eyr gölü Avstraliyada heç bir çay və kanal vasitəsilə çıxışı yoxdur. C-də Xəzər, Ontario, Onega, Ladoqa. Baxın, bəli, elə C variantı 31-də olacaq. Xəzər, Ontario, Onega, Ladoqa. Bütün göllərin burada qeyd olunan çay və ya kanal vasitəsilə okeana çıxışı mövcuddur. D-də baxın, yenə Tikakanın çıxırıq olmaz. Y-də Aralı Balxaşı çıxırıq olmaz. Deməli, 31-ci sualın düzgün cavabı olacaq C variantı. 32-ci sualda qeyd olunur ki, daimi qar xətti sxemlərinə əsasən doğru fikri müəyyən edin. Baxın, K məntəqəsinə baxsaq 5500 metr hündürlükdən keçir. Deməli, bu K məntəqəsi olacaq hansı enlik? Tropik enlik. Çünki biz qeyd edirdik ki, 5500 metr hündürlük tropik enliyə uyğundur. El məntəqəsi isə 300 metrdir və deməli, bu qütbə yaxın ərazidir ki, qar xətti daha alçaqdan keçir. Baxın, K məntəqəsinə diqqət etsək, şimal hissəsi daha hündürdə, cənubi isə daha alçaqdadır. Deməli, günəş görən yamacı şimal yamacıdır və biz buradan belə qənaətə gələ bilərik ki, K dağı cənub yarımkürəsində yerləşir ki, bunun şimal yamacı günəşə tərəfdir. El dağında isə əksinə cənub yamacında daha hündürdən keçir, şimal yamacında isə aşağıdan keçir. Deməli, El dağı isə olacaq şimal yarımkürəsində, yəni şimal qütbünə yaxın olan ətrafda. Gəlin, indi cavab variantlarına baxaq görək hansı doğru olacaq. A-da deyir ki, K dağı şimal subtropik iqlim qurşağında yerləşir. Dedik ki, K dağı cənub yarımkürəsindədir. A səhvdir. B-də deyir, El dağının yerləşdiyi paralel daha kiçik uzunluğa malikdir. Aha, baxın, El dağı dedik ki, qütbə daha yaxındır. K dağı isə tropikdədir. Deməli, K dağı ekvatora daha yaxındır, El dağı isə qütbə yaxındır. Və biz də bilirik ki, ekvatordan qütbə doğru paralellərin uzunluğu nə olur? Kiçilir. Deməli, B variantı olacaq düzgün cavab. C-də deyir, K dağının şimal yamacları cənuba nisbətən aqroiqlim ehtiyatları ilə zəif təmin olunmuşdur. Xeyr, əksinə biz bunu deyərik. D-də deyir, El dağı cənub yarımkürəsindədir, dedik, şimal yarımkürəsindədir. Y-də deyir, K dağı cənub mülayim iqlim qurşağında yerləşir. Dedik ki, K dağı tropikdə, mülayimdə deyil. Deməli, Y-də yanlışdır. Düzgün cavab 32-ci sualda olacaq B. 33-də qeyd olunur ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Savanna, seyrək meşələr, meşə, çöl və çöllər, cöd-yarpaqlı meşə və kolluqlar. Baxın, burada qeyd edək 1, 2, 3 və 4. Aha. Qeyd olunur ki, baxın 1-ə baxaq. Savanna və seyrək meşələr, cöd-yarpaqlı meşələr. Görək bu hansı ərazilərdə deməli yayılacaq. Afrika, Parana çayı hövzəsində tropik hava kütlələrin tərsinə məruz olaraq baxın, elə cöd-yarpaqlı meşə və kolluqlar və savanna və seyrək meşələr bu ərazidə olacaq, deməli, Afrikada. Elə 1-ə A götürərik. Gəlin bunlara baxaq, sonra uyğunlaşdıraq. B-də deyir, Parana çayı hövzəsində yayılmışdır. Parana çayı hövzəsində olacaq savanna və seyrək meşələr, həmçinin meşə, çöl və çöllər. Deməli, 2 olacaq B. 2 olacaq B. 3-də qeyd olunur ki, tropik hava kütlələrinin təsirinə məruz qalır. Tropik hava kütlələri biz bilirik ki, deməli, bu qeyd olunan landşaftların hamısına təsir edir. Deməli, tropik hava kütlələrinin təsirinə məruz qalır. C olacaq 4-ə uyğun. Avropa qitəsində yayılmışdır. Avropada olacaq meşə, çöl və çöllər və cöd-yarpaqlı meşələr, yəni 3 uyğun gələcək D. Y-də qeyd olunur ki, Cənub-Şərqi Asiya regionunda rast gəlinmir. Cənub-Şərqi Asiyada meşə, çöl, cöd-yarpaqlı meşə yoxdur. Baxın, 3 həmçinin olacaq Y. F-də qeyd olunur ki, kənd təsərrüfatının inkişafı üçün əlverişli aqroiqlim ehtiyatlar var. Bu da eynən yenə hamısına aid olacaq, yəni 4-ə aid olacaq F. 1A, 2B, 3D, Y, 4C və F.
Düzgün cavab olacaq 33-cü sualda E variantı. 34-cü sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Aha, Tataristan, Xakasiya və Kabarda-Balkar türk qurumları sənaye tullantıları Volqa çayını çirkləndirir. Baxın, bu olacaq Tataristana uyğun. Yenidən fəallaşmış dağlar olacaq Xakasiyada. Altay dağları düşür bu əraziyə. B. Şimali Qafqazda olacaq Kabarda-Balkar, Qaraçay çərkəz, yəni Kabarda-Balkar 3C. Dağ turizminin inkişafı üçün əlverişli təbii şərait olacaq Şimali Qafqazda, Kabarda-Balkarda, yəni 3D. Seysmik cəhətdən sabit ərazi olacaq Tataristan, çünki Tataristan platformada yerləşəcək. 1A, Y, 2B, 3C, D. Aha, baxın. Yəni 34-də olacaq Y variantı düzgün cavab. 35-də qeyd olunur ki, cədvəldə verilmiş əlamətlərə görə ölkələrlə bağlı doğru fikirləri müəyyən edin. Adam başına düşən ÜDM-nin dəyəri ABŞ dolları A ölkəsində 5800, B-də 45000. Əmək ehtiyatlarının iqtisadi fəal əhalinin payı faizli A ölkəsində 55, B ölkəsində 85. Baxın, artıq biz burada müəyyən edə bilərik ki, B ölkəsi inkişaf etmiş ölkədir. Digər variantlara da baxacaq, amma artıq müəyyən etmək olur. Çünki, baxın, əmək ehtiyatlarının iqtisadi fəal əhali B ölkəsində daha çoxdur. Adam başına düşən ümumdaxili məhsul daha çoxdur. A olar inkişaf etməkdə olan ölkə. Aha. Aşağı yaş qrupunun payı A ölkəsində daha çoxdur, B ölkəsində azdır. Yəni, A ölkəsində təbii artım yüksəkdir, B ölkəsində aşağıdır, bəli. İqtisadiyyatın birinci sektorunda, yəni hasilatda A ölkəsində 65%, B ölkəsində 15% insan çalışır. Tamamilə düzgündür. Deməli, A ölkəsi olacaq inkişaf etməkdə olan ölkə, B ölkəsi olacaq inkişaf etmiş ölkə. İndi baxaq, qeyd olunur ki, A ölkəsi demoqrafik keçidin ikinci mərhələsindədir. A ölkəsi, yəni inkişaf etməkdə olan ölkə olaraq demoqrafik keçidin ikinci mərhələsində olar, bəli. Baxın, bir düzdür. 2-də qeyd olunur, B ölkəsi əhalinin təbii artımının azaldılması üçün də xeyr, B ölkəsi inkişaf etməkdə olan ölkədir və təbii ki, birinci təbii artım tipinin birinci tipi uyğun olacaq bura və bura bu ölkə təbii artımın çoxaldılması üçün siyasət edəcək. Deməli, 2 yanlışdır. 3-də qeyd olunur, B ölkəsi təbii artımın birinci tipi. Bəli, bunu qeyd etdik, bu düzgündür. 4-də qeyd olunur, A ölkəsində suburbanizasiya prosesi daha intensivdir. B ölkəsində suburbanizasiya olacaq. A ölkəsində yalançı urbanizasiya olar. 5-də qeyd olunur, B ölkəsi xidmət sahələri ilə daha yaxşı təmin olunur. Təbii ki, inkişaf etmiş ölkədə xidmət sahələri daha çox olacaq. 6-da qeyd olunur, A ölkəsində kənd təsərrüfatı ancaq əmtə. A ölkəsində əsasən deməli, istehlak xarakterli olacaq. Onun üçün 6-da yanlışdır. Baxın, 1, 3 və 5. Yəni, C variantı olacaq 35-ci sualın düzgün cavabı. Biz burada ilk öncə A və B ölkələrinin xüsusiyyətlərinə, əlamətlərinə baxıb, bunların necə ölkə olduğunu bilməliyik. 36-da qeyd olunur ki, sxemə əsasən təzyiq sahəsinə aid doğru fikirləri müəyyən edin. Baxın, biz görə bilərik ki, bu qalxan hava, alçaq təzyiq, bu siklonlar olacaq. Bu olacaq siklon. Düzdürmü? Və baxın, saat əqrəbinin əksi istiqaməti, siklon saat əqrəbinin əksi istiqamətində də olur, şimal yarımkürəsində. Gəlin, indi variantlara baxaq. Mərkəzində alçaq təzyiq sahəsi mövcuddur. Bəli, bu siklona aiddir, düzdür. Cənub yarımkürəsi üçün olmaz, şimal. Mərkəzində yüksək təzyiq olmaz, alçaq təzyiq olar. Aydın buludsuz hava olmaz, tutqun buludlu hava olar. Baxın, 5. Tutqun buludlu hava şəraiti formalaşdırır, tamamilə düzgündür. Yəni, 1 və 5 Y variantı olacaq 36-cı sualın düzgün cavabı. 37-də qeyd olunur ki, dünyanın iri daş kömür ixracatçıları CAR olacaq, Braziliya olmaz deyirik, Braziliyada daş kömür ehtiyatları çox azdır, Çil olmaz, Avstraliya olar və Rusiya olar təbii ki, Misirdə olmaz. 1, 4, 5, yəni olacaq 37-ci sualda Y variantı. 38-ci sualda qeyd olunur ki, xəritə sxemdə ştrixlənmiş ölkə üçün doğru fikirlər. Cənubi Amerika, Latin Amerikasında ştrixlənmiş ölkə olacaq Argentina. Qərb hissəsində əhalinin sıxlığı daha çoxdur. Qərb hissəsi Ant dağlarıdır. Burada əhali seyrək olar. Şərq hissəsində daha çox olar. Deməli, bir yanlışdır. Şəkər çoxunduru pambıq cütün əsas ixracatçısıdır. Xeyr, bunların heç birinin əsas ixracatçısı deyil. Məhsuldar qırmızı qara torpaqlarla Plato ovalığında yayılıb, bəli, 3 düzdür. Subtropik iqlim qurşağının bərabəri tövbətli iqlim tipi yayılmışdır, bəli, yayılıb, 4 düzdür. Demoqrafik keçidin birinci mərhələsindədir. Xeyr, digər Latin Amerikası ölkələri kimi 3-cü mərhələsindədir, 5 səhvdir.
6-da qeyd olunur çaylarının qidalanmasında yağ suları üstünlüyü təşkil edir. Bəli, tamamilə düzgündür. 3, 4, 6. Düzgün cavab olacaq 38-ci sualda A. 39-cu sualda qeyd olunur ki, sxemə əsasən A məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. Baxın, 1-ə doğru gəlsək biz, baxın, elə mil və hərami düzləri olacaq. 1-ə A olacaq. A ilə başlayarıq. 2. Şirvan düzü yan silsilə. Baxın, 2C olacaq. 3-ə doğru getsək, kürəşsək və şahdaq silsiləsi. F, A, C və F. Bəli, düzgün cavab olacaq 39-cu sualda B. 40-cı sualda qeyd olunur ki, 2005-ci ildə ölkədə ümumi əhalinin sayı 8 milyon 300 min nəfər, kənd əhalisi isə 3 milyon 984 min nəfər olmuşdur. Həmin ildə ölkədə urbanizasiya səviyyəsini hesablayın. Deməli, biz burada ilk öncə şəhərdə yaşayan ümumi əhalinin sayını tapmalıyıq. Bunun üçün 8 milyon 300 mindən 3 milyon 984 mini çıxmalıyıq. Çıxdığımız zaman qalacaq, deməli, 4 milyon 316 min nəfər, deməli oldu şəhər əhalisi və burada bizdən urbanizasiya, şəhər əhalisinin faiz nisbətini soruşur. Deməli, biz burada tənasüb qurmalıyıq. Ümumi əhalinin sayını 8,3 qısa şəkildə yazıram, 8,3 milyonu götürməliyik 100% və 4 milyon 306 min nəfəri şəhər əhalisinin ümumi payını x götürməliyik. Və tənasübü həll etdiyimiz zaman x bərabər olacaq neçə faizə? 52 faizə. Düzgün cavab olacaq 40-cı sualda C. 41-ci sualda qeyd olunur ki, uyğunluğu müəyyən edin. Orta Araz vilayəti, Kür çökəkliyi vilayəti və Lənkəran vilayəti. Deməli, çay əmələ gəlmə imkanı məhdud olsa da illik çay axımı böyükdür. Baxın, bu olacaq Kür çökəkliyinə aid olacaq. Çünki Kür çökəkliyi təbii vilayətində çay əmələ gəlmə imkanı məhduddur. Amma illik çay axımı böyükdür. Çünki bu ərazidən böyük çaylar keçir. Elə məsəl üçün Kür çayını götürə bilərik ən böyük olaraq. Nival landşaftlar yaranır. Burada nival landşaft təkcə Orta Araz vilayətində olacaq. B. Ərazisinin böyük hissəsi mülayim isti iqlim tipi hakimdir. Lənkəran vilayəti təbii ki, yayı quraq keçən mülayim isti iqlim olacaq. C. Həm filiz, həm qeyri-filiz ehtiyatlara malikdir. Həm filiz, həm qeyri-filiz olacaq Orta Araz vilayətində. Yəni D. 1-ə aid olacaq. Ərazisində həm meşə, həm də çöl landşaftının mühafizə edildiyi qoruqlar vardır. Bu da olacaq Kür çökəkliyi vilayəti əlbəttə ki. 1B, D, 2A və Y, 3C. Düzgün cavab olacaq 41-ci sualda B. 42-ci sualda qeyd olunur uyğunluğu müəyyən edin. Qışı quraq keçən mülayim isti iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və yayı quraq keçən soyuq iqlim. Qışı quraq keçən mülayim isti iqlimə baxaq. Qışı quraq keçən mülayim isti iqlim olacaq Kiçik Qafqazın dağətəyi və alçaq dağlıq hissələrində. 1 olacaq D. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim təbii ki, Böyük Qafqazın cənub yamaclarında olacaq. 2 olacaq A. Yay quraq keçən soyuq iqlim təkcə Naxçıvanda olur. Bu da olacaq B. 1D, 2A, 3B. Deməli, 1D, 2. Baxın, burada dağətəyi yox. Baxın, burada bütün fəsillərdə bol yağıntılı soyuq iqlimə Y-ni götürməliyik, A-nı deyil. Çünki A-da dağətəyi və alçaq dağlıq deyil. Xeyr, cənub yamaclarının orta və yüksək dağlıq hissələrini, bəli, tamamilə düzgündür. Y götürməliyik 2-yə. 1D, 2Y, deməli, 3 isə olacaq B. Yəni, düzgün cavab olacaq 42-də A variantı. Keçirik 43-cü suala. Qeyd olunur ki, Gəncə, Qarabağ, Şamaxı fiziki coğrafi rayonlarında qışın sonu, yazın əvvəli taxıl əkinlərinin yayılmasının səbəbi. Çünki bu ərazilər, bu fiziki coğrafi rayonlar dağlıq ərazilər olduğu üçün qış soyuq və şaxtalı keçir və bunun üçün də yazlıq taxıl əkinləri üstünlüyü təşkil edir və baxın, qışın soyuq və şaxtalı keçməsi. D variantını götürməliyik 43-cü sualda. 44-də qeyd olunur ölkə əhalisinin ümumi sayı 12 milyon nəfər, bir ildən sonra əhalinin sayı 12 milyon 100 min nəfər olmuşdur. Artımın 40 min nəfərin mexaniki artım hesabına olmuşdur. Orta illik təbii artımı hesablayın. Baxın, bir il ərzində əhalinin sayı, yəni 100 min nəfər çoxalıb.
Və bu 100 minin 40 mini mexaniki artım hesabına olur. Bizdən təbii artımı soruşur. 100 mindən həmin 40 mini çıxarıq, qalar 60 min. Deməli 60 min 1 il ərzində olan təbii artımdır. Aydın oldu. 100 min oldu ümumi əhali artımı. Bunun 40 mini mexaniki artım hesabına olubsa, deməli 60 mini də olacaq təbii artım hesabına. Və bizə deyir orta illik artımı hesablayın. 60 min. Yəni baxın 12 milyon nəfərə təbii artım 60 min olsa, 1000 nəfərə nə qədər olar bəs? Çox sadə tənasüb qurmalıyıq bunun üçün. 12 milyon 60 min, 1000 nəfər isə x şəklində yazmalıyıq və bu tənasübü həll etdiyimiz zaman x bərabər olacaq 60 mini bölərik 60 milyonu bölərik 12 milyona, bu da edəcək 5 nəfər. Düzgün cavab 44-cü sualda A. 45-ci sualda qeyd olunur, çayın mənbəyində havanın temperaturu müsbət 1,8 dərəcə, mənsəbində müsbət 24,3 dərəcədir. Çayın uzunluğu 250 km olub, dərəsində əsasən bərk süxurlar yayılmışdır. Bu çaya aid olan xüsusiyyətləri müəyyən edin. Gəlin ilk öncə biz çayın meylliliyini necə taparıq? Çayın, deməli, meyillilik bərabərdir çayın düşməsi bölünsün çayın uzunluğu. Çayın uzunluğu bilirik 250. Gəlin düşməsini tapaq. 24,3-dən 1,8-i çıxarıq, qalar 22,5. Yəni, 1000 metrə 6 dərəcə düşürsə, 22,5 dərəcə neçə metr olar? Biz bu tənasübü həll etdiyimiz zaman taparıq 3750 metr. Deməli, çayın düşməsi 3750 metrdir. Uzunluğu nə qədər idi? 250 kilometr. 3750-ni 250-yə böldüyümüz zaman edəcək 15. Yəni, baxın, biz buradan müəyyən edə bilirik, vahiddən böyükdür çayın meylliliyi. Demək, bu çay dağ çayıdır. İndi dağ çayına aid olan xüsusiyyətlərə baxaq. Dərəsində meandrlar geniş yayılıb, meandrlar düzənlik çaylarında olar. Hidroenerji imkanlarına malikdir, bəli, böyük olacaq. Nəqliyyat imkanları geniş olmaz, məhdud olar. Mənbəyi böyük su ayırıcı silsiləsində yerləşməz. Böyük su ayırıcı maksimum 2228 km-dir Kostiyuşka. Bu isə 3750 düşməsi, bu da yanlışdır. Dağıdıcı fəaliyyət üstün olacaq və şəkilli çay dərəsi yaranacaq. Bəli. 2, 5, 6 düzgün cavab olacaq 45-ci sualda C. 46-cı sualda qeyd olunur ki, xəritə sxemdə işarələnmiş iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. Baxın, Quba Xaçmaz, Şəki-Zaqatala və Naxçıvan. Ərazilərində alt paleozoy yaşlı vulkanogen çökmə süxurlar geniş yayılmışdır. Bu oxşar olmaz. Naxçıvanda olar, digərlərində yox. Neft və təbii qazın əsas faydalı qazıntı ehtiyatlarıdır. Xeyr, yanlışdır. Quba Xaçmazda olar, digərlərində yox. Suvarma şəraitində əkinçilik inkişaf etmişdir. Şəki-Zaqatalada, Quba Xaçmazda dəmiy əkinçiliyi də var. Bu da yanlışdır, oxşar olmaz. Ərazilərində buzlaq və qar ərinti suları ilə qidalınan çay keçir. Oxşar ola bilər bu. Yağıntıları bərabər paylanan mülayim isti iqlimlərin tipi müşahidə olunur. Baxın, bu da fərqlidir. Şəki-Zaqatala, Quba Xaçmazda olar, Naxçıvanda olmaz. Deməli, elə D olacaq düzgün cavab. Y-də deyir, bütövlükdə tektonik qalxma zonasında yerləşir. Məsəl üçün, xeyr, biz burada Böyük Qafqaz, deməli, tektonik qalxması və Ön Qafqaz tektonik çökməsində Quba Xaçmaz yerləşir. Onun üçün biz bunu yanlış olaraq götürərik. Deməli, düzgün cavab olacaq 46-cı sualda D. 47-ci sualda qeyd olunur ki, xəritə sxemdə rəqəmlərlə verilən ölkələrə aid olan xüsusiyyətləri müəyyən edin. 1-3-5, yəni Almaniya, Türkiyə, Avstraliya. Təsərrüfatda hasilat sənayesinin payı üstündür. Xeyr, məsəl üçün, baxın, Almaniyada əsasən emal edici sənayinin payı üstündür. 1 yanlış. 2, 3, 4, 6 yalançı urbanizasiya. Türkiyə, Braziliya, Meksika. Bəli, bu ərazilərdə yalançı urbanizasiya olacaq. 2 düz. 2, 4, 6. İspaniya, Braziliya, Meksika. Əhalisi Hind-Avropa dil ailəsinin eyni dil qrupuna, bəli, Roman dil qrupuna aiddir hər üç ölkə. 2, 4, 5. İspaniya, Braziliya, Avstraliya köçürmə kapitalist ölkələr deyil bunlar. 1, 5, 6. Almaniya, Avstraliya, Meksika federativ ölkələrdir. Bəli, tamamilə düzgündür. Baxın, yəni 2, 3, 5. Düzgün cavab olacaq 47-ci sualda B. 6-da qeyd olunur ki, 1-3-5 xarici iqtisadi əlaqələrdə boru kəməri, 5 Avstraliyada nə boru kəməri olacaq? Onun üçün 6-da yanlışdır. Düzgün cavab B variantı 47-də. 48-də qeyd olunur ki, AB xətti üzrə relyef profilini müəyyən edək. Baxın, ilk öncə biz burada kəsməni taparıq. 130, 140 böldüyümüz zaman edəcək 2,5. Deməli, kəsmi 2,5-dir.
B 130 ilə 132,5 arasında, A-nı hesablasaq 150, 160 ilə 162,5 arasında yerləşir. A-dan düşürük biz öncə çaya 130-a təxminən, sonra qalxırıq təxminən 132,5-ə. Baxın, elə buna ən uyğun olacaq A. B-yə baxaq, B-də 160-dan çox yuxarıdadır, A yanlış olar. C-də 120-dən yuxarıda başlayır, A yanlış olar. D-də baxın 140-a yaxındır, deməli B yanlış olar. Y-də isə bu şəkildə olmaz. Biz bu şəkildə bir dəfə deyirik, çaya düşür və B-yə qalxır 130. Deməli bu da yanlışdır. Düzgün cavab olacaq 48-də A. Keçirik 49-cu suala. Deyir, doğru olmayan ifadələri müəyyən edin. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması eyni təbii vilayətin daxilindədir. Ön Qafqaz tektonik çökməsi və Böyük Qafqaz tektonik qalxması. Bəli, Böyük Qafqaz təbii vilayətinin daxilindədir. Bir düzgündür, götürməliyik. Çünki doğru olmayanları istəyir. 2. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün dağlıq ərazilərdə filiz faydalı qazıntılar geniş yayılır. Xeyr, yayılmaz. Məsəl üçün, Talış dağlarında filiz faydalı qazıntılar geniş yayılmır. 2. Doğru deyil, götürərik. 3. Orta ərazi əyilməsi zonasında qara metal xammalı hasil edilir. Xeyr, burada əlvan metal olar, qara metal olmaz. Qara metal Kiçik Qafqazda olacaq. Yəni, Zəngəzur Dərələyəz dağlarında, Naxçıvan ərazisində. Orta ərazi əyilməsində olmaz. Deməli, 3-ü də götürərik. 4. Kürdağ arası çökəkliyi zonasında rekondensasiya relyef formalarına rast gəlinir. Bəli, düzgündür, götürməliyik. 5. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesləri aktiv şəkildə özünü göstərir. Bu da düzgündür. Deməli, yanlışlar olacaq 2 və 3. Yəni E. 50-də qeyd olunur ki, doğru sıraları müəyyən edin. Qoruq və ya Milli Park yerləşdiyi inzibati rayon, yerləşdiyi fiziki coğrafi rayon, mühafizə edilən komponentlər. Göygöl, Gəncə, Qarmaq, Varışan. Bəli, bu düzgündür. Türyançay, Ağdaş, Ceyrançal, Acınor, Ardıc, Saqqız ağacları. Bu da düzgündür. Qızılağac İmişlidə deyil. Şirvan, Şamaxı, Kürdə, Şirvanda deyil. Qaragöl, Zəngilanda deyil, Laçındadır. Ağgöl, Ağcabədi, Küraraz, su quşları. Bəli. Baxın, 1, 2 və 6. 50-ci sualın düzgün cavabı olacaq D. 51-ci sualda qeyd olunur ki, horizontallara əsasən dağın dik yamacını və kəsimi yüksəkliyi müəyyən edin. Dağın dik yamacı olacaq, horizontalların bir-birinə daha yaxın çəkildiyi dik yamacı olacaq cənub-qərb. Və 340, 350, 360, 370. Kəsmə də olacaq 10. Cənub, qərb və 10 metr. Düzgün cavab olacaq 51-də A. 52-də qeyd olunur ki, uyğunluğu müəyyən edin. Xüsusiyyətlər dəmiyə əkinçiliyi üstünlüyü təşkil edir. Baxın, dəmiyə əkinçiliyi burada olacaq mərkəzi düzənliklərdə. 1 olacaq A. Suvarmada əsasən yay mövsümündə. Yay mövsümündə yağıntıların qışda düşdüyü Cənubi Avropa olacaq. 2 olacaq B. Təbii şəraitə əkinçilik üçün əlverişsiz olacaq. Skot və Alyaska, yəni C və Y. 1A, 2B, 3 və C. 3C və Y. Düzgün cavab olacaq 52-də B. 53-də qeyd olunur ki, 53, Exolotdan göndərilmiş səs siqnalının birinci çökəkliyin dərinliyinə gedib qayıtma müddəti 3,6 saniyə, ikinci çökəkliyə isə 5,2 saniyə olmuşdur. Çökəkliyin dərinlikləri arasındakı fərqin neçə metr olduğunu hesablayın. Deməli, biz burada nə etməliyik? Birinci çökəkliyin dərinliyini tapmaq üçün 3,6-ı 2-yə bölüb, 3,6-nı 2-yə bölüb 1500-ə vurmalıyıq. 3,6-nı 2-yə bölüb 1500-ə vurduğumuz zaman edəcək nə qədər? 2700. Daha sonra isə, baxın, ikinci çökəkliyi tapmaq üçün 5,2-ni 2-yə bölüb vurmalıyıq 1500-ə. Bu da edər 3900. Bunların da fərqini tapmalıyıq. 3900-dən çıxmalıyıq 2700. Bu da edəcək nə qədər? 1200. Deməli, 53-cü sualda bu iki çökəklik arasındakı fərq olacaq 1200 metr. 54-də qeyd olunur uyğunluq pozulmuşdur. Yəni, uyğunluğun pozulduğu variantları biz götürməliyik. Mənşəyi göl və yerləşdiyi ərazi. Uçqun Göygöl Şahdağ. Göygöl Şahdağ yox, Muraddağdadır. Bu uyğunluq pozulub götürərik. 2. Axmaz, Sarısu, Muğan düzü. Sarısu Axmazda, amma Muğan yox, Mil düzündədir. 2 də yanlışdır. Bunu da götürməliyik. Vulkanik Qaragöl vulkanik yayla düzdür. Buzlaq Acınahır yan silsilə. Acınahır tektonik mənşəlidir. Bu da yanlışdır. Götürərik.
5-də Uçqun mənşəlli Maral göl Murad dağda düzdür. Relikt mənşəlli Masazır Abşeron yarımadasında bəli düzdür. Masazır həm tektonikdir, həm relikt. Tamamilə düzgündür. Bunu da götürməliyik. Baxın, deməli 1 olacaq, 2 olacaq və 4 olacaq 54-cü sualın düzgün cavabı. Keçək 55-ci suala. Qeyd olunur ki, doğru ifadələri müəyyən edin. İslandiya və Yapan adaları litosfer tavalarının divergent səradindədir. İslandiya bəli, Yapan adaları xeyr. Bu olar yanlış. Filippinin sahillərini yalnız bir okean suları yuyur. Bəli, sakit okean suları. 2 düzgün. 3. Kalaharidə qum düyünləri geniş yayılır. Bəli, səhra təbii ki, yayılacaq. 4. Alp dağlarını Qrinviç meridianı kəsmir. 4 də yanlış. Atlas dağları Alp-Himalay qırışıqlığı zonasında yerləşir. Bəli, cavan dağlardır. Makdonel və Hammersli dağları qırışıq faylı. Xeyr, faylıdır. Qırışıq faylı Altay səhənd yanışır. Deməli olacaq 55-də 2, 3 və 5. Keçək 56-cı suala. Qeyd olunur ki, günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının düzgün verildiyi məntəqələr. Deməli, dəyərli dostlar, biz bunun üçün nə etməliyik? Hər birini ayrı-ayrılıqda hesablamalıyıq. Baxın, birinci biz 60 şimal enliyinə yerləşdiyi coğrafi enlik və minimum günəşin düşmə bucağını hesablamalıyıq. Bunu hesabladığımız zaman edəcək 6,5 dərəcə. Deməli, bu yanlışdır. Baxın, 2-ni hesablasaq düz olacaq minimum düşmə bucağı. 3-ü hesablasaq 32,5 edir. İndi bunu ayrıca hesablamıram. Sadəcə düzgün cavablarını deyirəm. Vaxtımız çox getməsin. Deməli, bu da yanlışdır. 4-də olacaq 21,5. Bu da yanlışdır. 5-də 28,5. 6-da 35,5 olacaq. Yəni, bunlar düzgündür. 57-də qeyd olunur ki, yəni baxın, 56-da olacaq 2, 5 və 6. 57-də qeyd olunur uyğunluğu müəyyən edin. Sxoti-Alin, Krım, Skandinaviya dağları, dağ əmələcəmi mərhələləri. Sxoti-Alin olacaq Kümmerdə. Krım dağları, cavan dağlar olacaq Alpdə. Skandinaviyada 2 mərhələdə yaranıb. Həm Hersində, həm Kaleodonda. C və D. 1B, 2A, C və D. Keçək situasiya tapşırıqlarına. Situasiyada qeyd olunur ki, ovalıqda yerləşən A məntəqəsində günorta vaxtı günəş şüalarının düşmə bucağı 6,5 dərəcədir. Həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı 73,5 dərəcə olur. Aha. Həmin gün 40 dərəcə cənub enliyində günorta vaxtı, baxın 40 dərəcə cənub enliyində günorta vaxtı günəş şüaları 73,5 dərəcə bucaqla düşürsə, deməli günəş cənub tropikində 23,5 cənub enliyində zenitdədir. Yəni 22 dekabr tarixidir. Qeyd olunur ki, A məntəqəsinin yerli vaxtı 6,5 dərəcə bucaqla düşdüyü məntəqə hesablasaq, bu olacaq 60 dərəcə şimal enliyi. 60 dərəcə şimal enliyi. Qeyd olunur ki, A məntəqəsinin yerləşdiyi yerli vaxtı Bakı şəhərinin yerli vaxtından 80 dəqiqə irəlidədir. Yəni Bakıdan daha şərqdədir. Biz 80 dəqiqəni çevirsək dərəcəyə, bu edəcək, deməli 20 dərəcə. Bakı 50 dərəcə şərq uzunluğundadırsa, bundan şərqdə bu olacaq 70 dərəcə şərq uzunluğu. Baxın, məntəqəmiz olacaq 70 şərq uzunluğunda və 60 şimal enliyində. Biz siyasi xəritəyə diqqətlə baxsaq, artıq buradan tapa bilərik ki, bu məntəqə yerləşir Rusiya ərazisində. Qeyd olunur ki, məntəqənin aid olduğu ölkədə həm platforma, həm geosinkronal ərazilər var. Bəli, var. Bu ölkə bol sulu çaylar və şirin sulu göllərlə zəngindir. Təbii ki, inzibati ərazi quruluşu Avstriya ilə eynidir, yəni federativdir təbii ki. Ölkənin ərazisində həm əsas, həm keçid iqlim qurşaqları yayılıb. Bu ölkədə müxtəlif geoloji eralarda yaranmış dağlar arası gəlinir. Ölkədə onun ərazisinin böyük hissəsinə aid olduğu qitənin ən ucda şimal, baxın Rusiyada şimal Çelyuskin və şərq Dejnyov nöqtələri yarımadalarda yerləşir. Bəli, Taymur və Çukot yarımadalarında. Tamamilə düzgün. Deməli, biz artıq ölkənin tapdığı oldu Rusiya Federasiyası. 58-də qeyd olunur, mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan A məntəqəsi dediyi Rusiyadır. Xüsusiyyətləri müəyyən edib cədvələ yazın. Artıq cədvəl burada olmadığı üçün biz bunu düzgün cavabını qeyd edə bilmirik. Cədvələ artıq abituriyentlər yazıblar. Deməli, sual kitabçalarında.
59-da qeyd olunur, A məntəqəsinin yerləşdiyi ölkəni, onun ərazisində yerləşən yarımadaları və Mezozoy yaşlı dağları müəyyən edib yazın. Dedik ki, A məntəqəsi olacaq Rusiya, onun ərazisindəki yarımadalar olar. Taymır yarımadası, Yamal yarımadası, Qıdan yarımadası, Taman yarımadası, Çukot, Kamçatka və s. əsasları bunlardır. Mezozoy yaşlı dağlar da olacaq, Çerski, Skotalin və Verxoyanski. 60-da isə qeyd olunur, mətnə əsasən A məntəqəsi və onun yerləşdiyi ölkəyə aid olan xüsusiyyətləri müəyyən edib. Cədvələ yazın, yenə cədvəl burada olmadığı üçün biz bunun düzgün cavabını qeyd edə bilmirik. Suallarımızın düzgün cavabları bunlar oldu. İmtahanda iştirak edən bütün abituriyentlərə uğurlar arzu edirəm. İnşallah arzuladığınız nəticəni toplayarsınız. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun.